Salam uşaqlar, çox sağ olun gəldiniz. Biz bu TechFront'un hər ay müxtəlif növ seminarları olur. Bu ayda istədim elə mən bu monolit və microservis arxitekturası haqqında danışam. Azərbaycan dilində danışacağam, yəqin hamıya uyğundur da, belə başa düşürəm. Okey, özüm haqqında qısa məlumat versəm, bəziləriniz tanıyır. Özüm hal-hazırda son olaraq Capital Bankda işləyirəm. Hal-hazırda software arxitekt kimi fəaliyyət göstərirəm. Qısaca bu qədər. Keçən il Ad Universitetində, keçən il dərs verdim uşaqlar, yoxsa 2 il qabaq. Hal-hazırda Texniki Universitetdə də dərs deyirəm, müəllimlik fəaliyyətində. Belə bu gün sənayenin ən vacib, mən belə deyərdim, topiklərindən biri olan distributed sistemlərlə bağlı danışacağıq. Aranızda mikroservis arxitekturası nədir bilən var. Yəqin bəziləriniz bilir, amma Turqay elə baxırsan, elə biləcək işləmirsən. Okey. Okey, onda başlayaq. Agendanı bir-bir. Biz bu gün monolitik banking sistem, yəni bankçılıqda bu monolitik necə başlayıb əslində bir 10 il qabaq falan microservis çox belə deyək də məşhur deyildi. Hər yerdə, hələ də çox yerdə monolit qalıb. Bunda bəzi səbəbləri var, əslində danışacağıq niyə qalıb. Amma bu gün agendası ikinci olaraq niyə dəyişməyə ehtiyac yarandı və bu dəyişikliyi flowsu necə baş verdi, belə deyək də bu journey necə baş verdi və bu building modelin architecture block, bu modelin arxitektura modelləri necə formalaşdı, kimlər tərəfindən formalaşdı və niyə ehtiyac yarandı ki, həqiqətən də formalaşsın. Və performans və reliability haqqında danışacağıq. Son olaraq da best practice, lessons learned. İlk öncə monolitik era belə bir başlıq yazmışam. Çətindir əslində, niyə belə yazmışam bilmirəm. Okay. All business logic in single code base. Monolit deyəndə ağla yəqin çoxunuz monolit nədir bəlkə də bilmirsiniz. Qısaca belə tərif verim. Biz bir application yazanda ola bilər o application'ın belə deyək də balaca hissələrə bölək, amma bütövlükdə bizə yenə bir funksionallıq versin. Biri də var, heç balaca hissələrə bölməyək, elə hər belə deyək də kodu bir proyektin içində yazaq, belə qısaca lore dildə desək. Buna biz monolit application deyirik, çünki bütün komandaların kodu, bütün belə deyək, loyallıq komandası ola bilər, kredit komandası ola bilər, payment komandası ola bilər. Belə düşünün ki, bütün kod bir dənə repositordadır, bir dənə projectdadır. Və burada problem nədir? Düşünün ki, bütün timlər bir future üstündə işləyir. Deyək, mən payment üzərində işləyirəm, başqa bir əməkdaş kreditdən bağlı bir future işləyir və bizim release proseslər çox konflikt yaranır da. Mən release eləmək istəyirəm, onun da dəyişikliyi var, o da pull request, o da PR yaradıb. Mən də PR yaratmışam, mən onu gözləyirəm ki, birinci o dəyişsin, sonra mən merge konfliktləri həll edəyəm. Və bu bizim belə deyək də business future-ın delivery-sinə təsir edir. Yəni biznesin istədiyi yeni funksionallığın müştərilərin qabağına çıxmasının sürətini azaldır. Çünki hamı elə bil bir yerdə işləyir, qarışıqlıqdır, kim bilmir birinci eləməlidir, belə lore dildə desək və bu biraz belə deyək, tight coupling, terminoloji olaraq tight coupling yaradır. Başqa məsələ hard to scale. Belə qısa belə nümunə versəm, məsəl üçün payment gündəlik deyək ki 1 milyon dənə payment operation keçir. Amma gündəlik 1 milyon dənə kredit alınmır da, yes. Amma hamı gündə kart to kart eləyir, müxtəlif əməliyyatlar eləyir və bunların deyək ki total sayı 1 milyondur gün ərzində, amma kreditin total sayı belə deyək 100 mindir maksimal. Lap heç 100 min də deyil, deyək bir 1000 dənədir. Amma biz indi tələb gəlib ki, biz daha böyük bir marketə açılmaq istəyirik və bizə 1 milyon bəs eləmir, biz istəyirik bunu 2 milyon eləyək. Biz bunu 2 milyon eləmək üçün istər-istəməz bütün belə deyək də future-lar, bütün kod hamısı bir yerdədir deyə biz istər-istəməz bütün serverin resursunu qaldırmalıyıq. Bunun içində Loan da var, bunun içində notificationlar da var, başqa modullar da var. Hansı ki resource waste-dir da. Yəni biz konkret payment bizdə ayrı bir modul kimi olsaydı, yəni biz təkcə payment-ı scale edərdik. Yəni payment-ın podlarını
payment'ın belə deyək, RAM-ını artırardıq, o serverin və ya onun CPU-sunu artırardıq, amma biz indi bütöv CPU-nu üzərində optimallaşdırma işləri aparmaq istəyirik. Bu da qısa nümunə versək, məsəl üçün bir server deyək ki, 100.000 manat qiyməti var, hansı ki bir monolit böyük bir server. Təbii ki, bu böyük bir serverdən söhbət gedir və biz burada nəsə bir artım eləmək istəyirik. Gedirik bir 20.000, 30.000 RAM alırıq. Əslində bizə o qədər RAM lazım deyil. Prosta biz çox asılıyıq deyə bir dənə bizim bir code base var. İstər-istəməz biz belə deyək, bir hissəni scale eləyə bilmirik də. Deyə bilmirəm ki, mən bu serverin içində balaca bir mənim kod hissəm var. Oranın resurslarını artırmaq istəyirəm də, ümumi artırmaq istəmirəm. Təbii ki, bu da mümkün olmur. Ona görə bu monolitin yaratdığı problemlərdən biridir. Increase downtime risk. Yəqin bunu kim guess eləyər ki, yəni burada niyə sizdə downtime risk çoxdur monolit proyektlərdə? Necə? Deyək ki, naqruzka ilə əlaqəli deyil. Yes, Turqay. Yes, amma biraz aça bilərsən, yəni asıllıq. Bir-birindən asılı olan funksiyonlar olsun, müxtəlif folderlər olsun, aralarındakı əlaqələr olsun. Bunlardan bir dənəsi çəkəndə avtomatik olaraq digər hamısının əlaqələrinə, importlarına, inheritance təsir edir. Ona görə hamısı birləşir. Yes, aşağı yuxarı düz deyirsən. Əslində bir dənə məsələ var ki, asıllıq olmasa belə, deyək ki, payment'ın funksiyası gedib krediti çağırmır və ya başqalarını çağırmır. Amma yenə də payment'da problem olanda eyni serverin içində run olurlar deyə artıq bütün hamısı down olacaq. Yəni biz ayıra bilmirik də Luanda bir problem var, Luana təsir eləsin, payment'da problem var, payment'da təsir eləsin, sağ və əsas problemlərindən biri downtime risk budur. Yəni bizim başqa modullar elə bil bir dənə moduldan asılıdır. Və difficult to innovate. Sizcə burada nə demək istəmişəm? Kimsə guess eləyə bilər? Yes, bu xərc məsələsini də qırağa qoysaq, əslində əsas məsələ nədir? Bizdə fərqli modullar olsa, biz fərqli proqramlaşdırma dilləri istifadə edə bilərik də elə. Məsələn, MS bir dənə payment modulumuz var, mən orada Kotlin yazıram. Bir dənə Loan modulumuz var, mən orada Scala yazıram. Başqa modul var, mən orada Java yazıram. Amma biz indi bütün proyekt bir dənə dildə yazılıb deyə, yəni siz rahatlıqla dəyişə bilmərsiniz. Çünki neçə 100.000 dənə kod sətirləri var. Yəni siz deyə bilmərsiniz, okey, getdik, başlayaq məsəl üçün Java yox, Kotlin istifadə edək. Əslində o dəyişiklik biraz rahat olacaq, amma Java yox, məsəl üçün başqa bir dil istifadə edək, C# istifadə edək. Yəni bunu rahatlıqla deyə bilmirsiniz. Yes, siz consider eləməlisiniz ki, birincisi, yəni sizin belə deyək də, nə qədər change olacaq. Yəni bu change hansı timlərə təsir eləyir, business future-i nə qədər ləngidəcək. Çünki biznes çox vaxt belə deyək də, tech devdə çox önəm vermir. Yəni onlar üçün təzə feature-ın çıxmağı daha önəmlidir. Çünki təzə feature əslində belə deyək də gəlir gətirir. Nəinki sən orada nə bilim arxada daha yaxşı kod yazırsan. Yəni əslində developerlarda bu mind olmalıdır ki, siz belə bir şey deməməlisiniz də, gəlin nətər gəldi yazaq, sonra tech dev yaradarıq, bu kodu inkişaf edərik. Siz elə başdan düz qaydada yazmalısınız. Yəni yaxşı developer elə bu minddə olmalıdır. Deməməlidir ki, okey, kod yazaq, sonra onsuz da biznesə deyəcəyik, bir həftə sprintdə tech dev götürəcəyik, onda düzəldəcəyik. Bu biraz belə deyək də mind məsələsidir də əslində. Siz o kodu yaza bilirsiniz, elə başdan tech devdə ehtiyac olmadan düzgün qaydada yazmalısınız. Okey, challenging monolitic system. Əslində bundan danışdıq. Long deployment times. Yəni bu əslində çox sadədir. Çünki bütöv bir serveri siz deploy edirsiniz və təbii ki bu long çəkəcək, nəinki balaca bir hissə. Difficult debugging and testing. Niyə çətindir debug eləmək və ya testing eləmək? Siz belə fikirləşin ki, girmisiniz bir dənə serverin loqlarına baxırsınız, problem axtarırsınız və orada bütün hər şeyin loqlarını görürsünüz. Nə bilim, siz paymentda nəsə problem var, görürsünüz kimsə kredit aldı, kimsə notification göndərdi, hər şey qarışıb bir-birinə. Təbii ki, burada debug eləmək, problemi tapmaq 100% çətin olacaq. Və testing eləmək də çətindir. Niyə çətindir? Siz yəni bir dənə bir sətr kod, bir dənə endpoint yazmısınız, istəyirsiniz ki, proyekti run edib test eləyəsiniz. Baxmalısınız ki, proyektin run olmaq üçün bu getməlidir, hansısa bir kredit bürosuna qoşulmalıdır. Başqa modullar, başqa dependensiyalar var.
Amma siz özünüzün orada balaca bir endpointiniz var, hansı ki onu test eləmək istəyirsiniz. Amma gələk bütün proyekti necə run eləməli olduğunuzu biləsiniz. Bu da biraz testing vaxtını developer üçün ən azından azaldır. No clear ownership per domain. Bunu işləyənlər çox bilir. Əslində ən belə aktual məsələlərdən biridir. Monolit proyektlərdə əsas problem odur ki, hamı deyir ki, bu kod bizim deyil. Yəni soruşursan ki, burada bir dəyişiklik lazımdır, sizin kodda bir problem var, düzəldə bilərsiniz, bizi blok eləyir. Hamı deyir ki, yox, bu kod bizim kod deyil. Mən o vaxtda 1 il qabaq bir sətr kod yazmışam, artıq bu mənim məsuliyyətimdə deyil. Hamı bir-birinin üstündən atır. Çünki proyekt çox böyükdür, heç kim istəmir ki, durduq yerə ona bir iş gəlsin, yəni öz işindən kənar, öz sprintindən kənar. Və ona görə clear ownership yoxdur. Çünki proyekt domenlərə bölünməyibdir. Yəni bir dənə böyük bir domendir və bunu siz rahatlıqla, yəni adam tapa bilmirsiniz ki, bu sənin hissəndir, bir dənə bunu düzəlt, bu bizim dəyişikliyi uzadır məsəl üçün. Scaling requires scaling whole app. Yəni proyekti scale eləmək, əgər siz öz modulunuzu scale eləmək istəyirsinizsə, option bir proyekti scale eləməlisiniz. Bunu danışdıq. Database bottleneck, bunun haqqında danışarıq. Limited technology flexibility. Yəni bunun da haqqında danışdıq ki, yəni rahatlıqla texnologiya seçimini dəyişə bilərsiniz. Məsələn, Spring istifadə edirsiniz. Rahatlıqla deyə bilərsiniz ki, mən Quarkus-a keçirəm, Micronaut-a keçirəm və ya mən başqa bir framework-a keçirəm. Çünki yəni siz bütün bu proyektdə işləyən hamını nəzərə almalısınız. Burada da example olaraq yazmışıq ki, payment outage affects a customer. Yəni paymentdə olan bir problem customer-a təsir eləyir, customer-ın loanuna, kart servisi bütün bir sistemə təsir eləyir. Okay. Ha vaxt dəyişikliyə həqiqətən ehtiyac var. Dəyişiklik ha vaxt başlayır. Need for faster future delivery. Yəni əgər artıq biznes tələb eləyirsə ki, dəyişikliyə çox tez açıq olmalıyıq. Yəni future gəldi, mənə bir bəhanə gətirməməlisiniz ki, bu monolitdir, uzun çəkəcək. Yəni biz deploy eləməyəcəyik və s. Artıq burada microservis haqqında düşünməyə ehtiyac var. Amma burada bir dənə point deyim uşaqlar, microservis həmişə düzgün seçim deyil. Yəni əgər sizin balaca bir startupınız varsa, həqiqətən bir belə deyək də proyekt yazırsınızsa bir 3 nəfərdən və proyekt çox böyük deyilsə, mən tövsiyə eləmərəm siz microservisə gedəsiniz. Çünki microservisin özünün də gətirdiyi bir çətinliklər var, hansı ki onlar haqqında indi danışacağıq. Və orada siz artıq görəsiniz ki, nə vaxt microservisə həqiqətən getməlisiniz, nə vaxt monolith application-a getməlisiniz. Demand for scalability, həqiqətən komponentləri ayrı-ayrı scale eləmək istəyirsinizsə, scale sözünü bilməyənlər ola bilər. Yəni bu IT-də ən əsas terminlərdən biridir. Yəni application-ın daha çox customer-a serve eləmə qabiliyyətini artırmaq. İki yolla artıra bilərsiniz. Ya existing server resursların RAM-ını, CPU-sunu artıra bilərsiniz, ya da eyni resursu kopyalayıb bir dənə resursa 5 dənə eləyə bilərsiniz. Buna deyirlər ki, horizontal scaling və ya vertical scaling. Vertical nədir? Belə, yəni RAM-ı, resursları artırırsınız, ya da horizontal belə yatay, yəni eyni resursları kopyalayırsınız. Desire for resilience and fault isolation. Yəni bir servisdə bir problem varsa, fault isolation, yəni bu başqa servislərə heç bir təsiri yoxdur. Maksimum başqa servisə necə təsir edə bilər? Məsələn, mən customer servisim var, payment-ı çağırıram. Payment-da problem var, heç nə mən müştəriyə deyəcəm ki, payment-da problem var. Amma mən müştəriyə o mesajı deyə biləcəm. Bir də var ki, mən müştəriyə heç o mesajı çatdıra bilmirəm. Yəni məsələ odur. Mən erroru alıram başqa bir servisdən, onu özüm handle eləyirəm. Yəqin eşidən var circuit breaker patternlar falan. Mən erroru alıram və özüm handle eləyirəm və öz custom mesajımı user'a göstərirəm. Nəyim ki, system error, internal server error və s. Business pressure for innovation, bu haqda da danışdıq. Okay, transition to microservices, identified domains, separate the business logic into the dependent service. İstəyirəm burada biraz əslində çəkəm yazam, daha maraqlı olsun. Dostum, mən bir dənə yazıdan baxarsınız görünür ya yox. Ən arxadan. Görünür uşaqlar? Hə, əla. Bu user'dır. User nə ola bilər? Bir mobile app ola bilər. Bir də ola bilər. Web ola bilər də, düzdür. User yazır ki, deyək ki, www.ada.
edu.az məsəl üçün. Bu hara gedir sorğu? DNS-ə gedir elə uşaqlar. DNS işləm var aranızda. Hə. Yəni belə deyək də, yəni heç bir sistem DNS-dən işləmir də. Əslində DNS-lər arxada bir IP-ni saxlayır. Yəni sən ada.edu.az yazanda bu bir domain name sistemə gedir. Belə deyək də, ada.edu.azın 100% işlədiyi bir provider var. O providerdə o IP kəşflənib. Provider artıq o IP-ni qaytarır. Belə düşünsək, məsələn, ada.edu.az bərabərdir 11. məsəl üçün deyirəm 121, 11, 11. Deyək getdi DNS servisə, DNS serverdə bu IP-ni qaytardı 11, 121, 11.11. İndi bu IP-dən artıq burada ada yox, məsələn, kapitalda nümunə çəkə bilərik. Niyə? Çünki mən banking application üzərindən gedəcəm. Capital bank.az. Sorğu gəlir bizim monolit serveri. Hal-hazırda monolit üzərindən gedirik. Bunun içində var uşaqlar, məsələn, payment, loan, main page, əsas səhifə, kartlar, notificationlar, bütün kodlar hamısı bir dənə böyük bir serverdir. Deyək ki, bunun var, belə deyək, 80 RAM, nə bilim bir neçə X CPU, böyük bir serverdir və bütün hamı da kodunu bunun içində yazır. Bu hara danışır? Bu da gedir bir dənə database-ə danışır. Təbii ki, bunu biraz daha böyük bir database kimi fikirləşin. Hansı ki, bu database-in özü də içində payment-ı, loan-ı, hamısına aid tablisiyalar, table'ları saxlayır. Bu da monolit bazadır. İndi bizim sorğu flow-su necə gedir? Getdi DNS-dən, adamın Capital Bank deyə də ada.azdır, fərqi yoxdur. Onun IP-sini tapdı, 11.121. Bunu göndərdi bura, yəni hara göndərdi? Daxildəki serverə. Daxildəki server getdi, monolitdən, bazadan lazım məlumatları aldı və bura nə qayıdır? Ya JSON qayıdır, JSON format, ya XML qayıdır, ya qayıdır HTML və başqa formatlarda ola bilər. Bu sırf, yəni monolit belə işləyir. Yəni monolitin bundan artıq komponenti yoxdur. Bundan artıq olanda artıq onun üstündə dekorasiyalar olur. İndi onu da yavaş-yavaş eləyəcəyik. Bu aydındır. Burada niyə indi bayaq danışdığımız problemlər niyə var? Yenə deyirəm, mən burada nəsə dəyişiklik eləyirəm. Bu eyni serverdədir deyə buna da təsir eləyir, buna da təsir eləyir, buna da. Ya da database-də nəsə bir problem yaransa, məsələn deyək ki, earthquake ən məşhur, nəsə bir zəlzələ oldu, database serveri olan yerdə ya da nəsə bir partlayış oldu, database artıq bir dənə yerdədir deyə, database də down olsa elə bil artıq bu server boş-boşuna işləyir. Çünki hər data hardan gəlir? Database-dən gəlir də. İndi burada nələri inkişaf eləyə bilərik? Ən birinci, hələ ki, bura olduğu kimi qalsın. Database-i daha, belə deyək də, fault tolerant, yəni zərbəyə dözümlü hala gətirə bilərik də. Burada ən sadə approach-dan gedəcəyik. Birincisi, biz burada replication eləyə bilərik. Yəni database-imizin bir serveri yox, birdən çox serveri ola bilər. Necə? Deyək ki, hələ ki spesifik database adına getmirəm. Siz relational bir database fikirləşin. Bu MySQL də ola bilər, Postgres də ola bilər və s. Və yaxud bizdə problem bunun getməyi idi. İndi artıq mən bundan bir neçə dənə əlavə eləyirəm və düzdür, bunların yenə hamısının içində bütün domenlərə aid tablisiyalar var. Burada amma bu arxitekturanın adına deyirik master slave. Bir dənə masterımız olur. Qalan bazalarda slave, belə deyirlər, slave'lər olur. Master baza ancaq write sorğuları qəbul edir. Write-dar gedir master'a. Yəni əgər siz nəsə bir ödəniş eləyirsinizsə və ya
deyək ki, təzə customer onboarding eləyirsinizsə və ya nəsə kreditdə nəsə bir flow-da təsdiq eləyirsinizsə, bu gedir write bazaya. Amma read əməliyyatlar da gedir slave-lərə. Bunun üstünlüyü nədir? Sizdə sabah deyildiyi kimi ya zəlzələ, ya da nəsə bir gözlənilməz bir hadisə olanda, bunlar da yaxşı olar ki, bəlkə də başqa-başqa data centerlərdə olsun. Data center deyəndə, yəni fərqli fiziki locationlarda olsun və ya eyni locationda olsa belə, yəni zəlzələ olmasa, nəsə database related bir problem olsa, ən azından eyni locationda olsa belə, sizin bu artıq bunlardan biri master kimi switch over eləyə biləcək. Yəni master roluna çıxış eləyəcək. Məsələn, deyək ki, bunda nəsə bir problem yarandı. Sorğular read-ə gedirdi. Bunlar arasında biri master seçiləcək və belə deyək də, artıq sizin müştərilər heç bir şey hiss eləmədən, yəni bu çöküşü hiss eləməyəcək. İndi burada maraqlı suallar yaranır və bəs bunlar arasındakı data necə sync edir? O biraz daha detallı məsələlərdir. Qısaca deyim, bəzi databaselər buna belə deyək də, database vendorun özü buna solution verir. Amma siz ola bilər ki, istəyirsiniz ki, məsələn, mən bunu master database'imi istifadə edeyim, məsələn, non-relational, bunu istifadə edeyim relational database. Yəqin bunu bilirsiniz də, database'in bir çox növü var. Relational var, non-relational var. Onlar haqqında qısa danışacağıq əslində. Bəs bunlar arasında sync necə gedir? Artıq orada belə deyək də, başqa patternlar var. Bəlkə eşitmisiniz. CDC var, change data capture. Yəni master'a nəsə bir data gəldisə, master table-a, artıq o deyək ki, şey səviyyədə artıq table səviyyəsində indi hər bazada başqa-başqa adları var. Məsələn, read loglar olur, write ahead loglar olur. Oradan event-i götürəcək. Yəni deyək ki, təzə payment düşdü və sonra read sorğusu gələndə mən bu payment-i görməliyəm. Çünki bu əgər görməsəm, məsələn, adam belə deyək, nəsə bir transaksiya edib, balansı -10-dadır. Mən təzədən bu adama 100 manat göstərməməliyəm də, mən bu adama 90 manat göstərməliyəm. Çünki dəyişiklik olur. Əgər belədirsə, təbii ki, bu eventual consistency-yə gəlir, çıxır və biz istəmərik də bizim finans datamız nəsə bir eventual consistency olsun. Amma indi nümunə üçün deyirəm təbii ki, və bu data, bu -10 burada da əks olunmaq üçün artıq bu master necəsə yoldan bu slave-ə deməlidir ki, sən də datanı özündə dəyiş, -10 ilə, sən də datanı özündə dəyiş. Belə. İndi bu monoliti biraz inkişaf elətdirdik, amma yenə də burada özünüz görürsünüz ki, bizdə SPOF var da, SPOF deyirik. SPOF nədir? Single point of failure. Yəni, yenə də burada nəsə baş versə, heç database-də sol tərəf, sağ tərəf nə qədər də dözümlü olsa, yenə də server unavailable olacaq. Okay, onda buranı nə edə bilərik? Buranı proses edirəm, sol tərəf qalsın. Sizə nə edə bilərik? Ancaq o indi burada Turxan da bilər, bizdə master'a bəzən readlər də gedirdi. Onu siz özünüz konfiqur eləsəz, əslində yaxşı olar. Məsələn, elə Java-dan deyirəm, başqa proqramlaşdırma dillərində demirəm. Məsələn, bizdə master slave var idi. Biz orada connection stringdə read replika preferred verməsəydik, readlər də bəzən master'a gedirdi. Bu Redis-də başımıza gəlmişdi, bir bin yaratdıq və s. Yaxşı olar ki, readləri onu, yəni necəsə hər proqramlaşdırma dilində yəqin bunun fərqli bir connection stringdə bir üsulu var. Yəni onu versəz yaxşı olar. Amma readlər, write-lar yes, tək master'a gedir. Düzdür, multi-master sistemlər də var, daha kompleksdir. Onlar haqqında bu gün danışmayacağıq əslində. Burada nə edə bilərik? Prosta eyni serverdən bir neçə dənə əlavə edə bilərik. Amma indi burada problem yarandı ki, bizdə bir dənə IP-dir, biz axın bir dənə serverə yönləndirirdik sorğunu. İndi bu 11, 121, 11, 11 nəyin IP-si oldu? Bizdə 3 dənə server varsa. Qorxa, deyin, qorxma. Yes, API Gateway də deyə bilərsiniz buna, yəni load balancer da deyə bilərsiniz, fərqi yoxdur. Deməli, biz yeni bir komponent əlavə eləməliyik, elə uşaqlar. Yeni bir komponenti, prosto biraz lövhə balacadır, bunu biraz balaca çəkim. Yeni bir komponent əlavə eləməliyik, adı da olacaq
LB, deyək ki, load balancer. Hələ çox detala düşmürəm. API gateway də ola bilər bu və s. Load balancer artıq load balancerın özü deyək ki, məlumatı serverlərə ötürəcək. Onda bu IP nəyin IP-si olur? Load balancerın IP-si olur elə. LB IP. Artıq bu IP-lərin sizcə public olmağa ehtiyacı var. Ehtiyacı yoxdur da, private IP də ola bilər. Onsuz da bunlar belə deyək də çölə çıxış olmayan IP-lərdir. Sadəcə bunlar eyni subnet, eyni networkdədir deyə artıq bunlar bir-birini private IP-dən çağıra bilər. Bura yazırıq. Nəsə private IP 11, 11, nəsə belə 11, 12, 11, 13. Artıq bunlar eyni IP-də, eyni networkdə olduğu üçün bunlar private IP-lərdir. Load balancer özü öz serverlərini çağıra bilir. 11.121.11-də public IP-dir, hansı ki, müştəridən birbaşa, yəni çöldən çağırıla bilən IP. Okay, bu sistem hardasa bir fault tolerant bir sistem qurmağa çalışdıq, amma burada yenə də bizdə tight coupling var. Çünki bütün modullar yenə də hamısı LOAN-dır, payment-dır, hamısı yenə eyni serverlərin içindədir. Bizdə yenə də əslində monoliti daha fault tolerant elədik, amma yenə də bizdə faster future delivery, isolation falan heç bir anlayışlar yoxdur əslində. Yəni clean arxitekturaya baxsaq. Onda istəyirsiniz çox belə uzatmadan bunu nə edə bilərik? Bunu fikirləşə bilərsiniz ki, deyək ki, bu bir payment moduludur. Payment'ın özünün içində 4 dənə eyni, deyək ki, payment application server run olur. Node, pod, yəni necə istəyirsiniz deyin. Bu deyək ki, LOAN-dır. Bu deyək ki, notification-dır. Artıq gördünüz, biz serverləri modullara böldük. Payment var, payment ayrıdır. Biraz lövhə balaca deyə çox aydın olmaya bilər, amma yəqin danışığımdan başa düşürsünüz. Payment ayrı bir moduldur, ayrı bir dördbucaqdır. Payment'ın artıq özünün 4 dənə nodu var. Sabah gəlinsə ki, məsələn, biz payment'ı başqa bir ölkəyə də açırıq və bizə başqa bir ölkənin vətəndaşları üzərindən də ödəniş gələ bilər. Mən bir dənə gəlib bu servisi scale eləyəcəm. Mən LOAN-ı, notification scale eləməyə ehtiyac yoxdur. Məsələn, bu servisin RAM-ı deyək ki, 12-dirsə gəlib bunu eləyəcəm 24. Option olan 80 RAM olan serverimi 100-ə qaldırmayacam da. Resource waste-im olmayacaq. Yəni nöqtə atış eləyəcəm. Hansı serverdə problemdirsə, payment-dadır, payment-ı scale eləyəcəm. Bir də nə scale eləyəcəm? Bir də load balancer tərəfi, sol tərəfi scale eləməyə ehtiyac ola bilər. Çünki sorğular oradan gəlir axı. Hə, yəni bu tərəfi. Yəni load balancer də əslində bir dənə olmur da. Burada deyildiyi kimi, məsələn, API gateway ola bilər. API gateway-in özünün də bir 20 dənə pod ola bilər. Hansı ki, API gateway nədir? Bütün sorğunu elə bil qəbul edir və sorğunu forward edir daxili applicationlara. API gateway AUS hissəsini həll eləyir. Lazım onda authentication, authorization-ı həll eləyir dediyim, yəni özü içində bir logik yazıb həll eləmirik. Prosto yəni məsələn sizə sorğular hansısa bir secure bir tokenlə gəlir. API gateway prosto başqa bir, sizdə burada bir dənə də MS AUS olur. MS AUS deyək. Gedir yoxlayır, əgər bu adamın tokeni yoxdursa, məsələn token alır, tokeni varsa, siz ola bilər tokeni gateway-in içində də verify eləyə bilərsiniz, əgər o key sizdə varsa və ya sorğu ata bilərsiniz. MS AUS-a deyə bilərsiniz ki, mənim tokenim valid deyə yox. Hə, validsə heç nə. Mən burada decrypt eləyəcəm tokeni, lazım olan servislərə lazım olan məlumatı ötürəcəm. Belə. Burada bir də biz əslində danışmaq istədiyim mövzu caching layer-dir. Görürsünüz, burada caching yoxdur. Gələn hər sorğu əslində database-lərə load olunur. Caching nədir bilən var aranızda? Yes. Okay. Sabit nəsə sən də əlavə eləmək istəyirsən? Amma hansı datanı cache-də saxlamalıyıq uşaqlar? Əsas sual budur. Yəni necə? Tez-tez istifadə olunan, yoxsa tez-tez istifadə olunub az dəyişən, bəlkə bu sözü də əlavə eləsək, yaxşı düz olar elə. Çünki biz çox dəyişən datanı RAM-da saxlamağımızın əslində çox mənası yoxdur. Onsa bu data tez-tez dəyişir. Təbii ki, yenə də bir performans qazana bilərsiniz, amma əsas məsələ uşaqlar infrequently
changed data, yəni az dəyişən və frequently accessed, çox-çox access olan. Hansı ki, məsələn, adamın profil imici. Banking application-da kim girir hər gün öz şəklini dəyişir. Bir dəfə qoyuruq onu ora və yəni bunu ildə bir dəfə dəyişərsiniz və ya yox. Artıq bu necə oldu? Bu infrequently changed. Yəni çox az dəyişən datadır və tez-tez. Və ya adamın kartlarının siyahısı. Balansını demirəm amma mən bilirəm ki, məsələn, adamın kart siyahısı onsuz da tez-tez dəyişmir. Yəni adam hər gün gedib kart almırıq ki. Yəni çox adam hər gün gedib kart almır da ən azından. Artıq mən bilirəm, bəli. Cashing biz hansı proqramlaşdırma deyirik? Lower level yoxsa Necə cashing hansı proqramlaşdırma deyirik? proqramlaşdırma dili? Hə. Lower level. Yox, proqramlaşdırma dilinin burada əslində ehtiyac yoxdur. Çünki bizim belə desək, harda yazsam yaxşı olar. Burasını bir dənə silirəm. Caching özü bir komponentdir, yəni RAM-da. Deyək ki, bizdə var CPU, L1, L2, L3, RAM, SSD, HDD və s. Bu artan sırayla responsun artma ardıcıllığıdır da belə deyək. İndi burada olar nə isə unutmuşam, amma yəni aşağı-yuxarı belədir. CPU-nun kəşləri, sonra RAM gəlir, sonra SSD gəlir, HDD. Biz istəyirik ki, datamızı maksimum yuxarı layerə çıxardaq maksimum. Təbii ki, gəlib datanı bura qoya bilmərik. Niyə? Bunun onsuz da yaddaşı tutacağı belə çox deyil. Amma yəni RAM-ı biraz artıra bilərik. Düzdür, RAM SSD-dən daha bahalı resursdur deyə. Çoxunuz soruşarsınız ki, onda gəlin bütün belə deyək də datanı RAM-da saxlayaq, amma RAM təbii ki, qiymətinə baxsaz SSD-dən daha artıqdır. Yəni kompüter alanda 16 RAM alıb 1 TB SSD alırsınız. Yəni oradan bir məntiq yürüdərək bilə bilərsiniz ki, yəni RAM SSD-dən nə qədər baha başa gəlir ki, aralarında bir 20 dəfə, 30 dəfə fərq var. Amma biz həqiqətən bizə belə deyək də latency çox vacibdirsə, yəni müştəri həqiqətən orada bizə müştərinin o datanı tez görməsi çox vacibdirsə, biz o dataları və o datalar tez-tez dəyişmirsə, onu biz RAM layerə keçirdə bilərik. Bunun da adına deyirik əslində cache. Burada çox cache solutionlar var. İndi hamı Redis deyir, amma Redis yəni bunlardan biridir. Yəni biz burada istifadə edə bilərik. Hazelcast, Memcache. Bir dənə paper var, Facebook'un paperıdır, Scaling Memcache at Facebook. Yəni Facebook Memcache istifadə eləyərək billion request-i gündəlik handle eləyir. Yəni Redis istifadə eləmirlər. Yəni Redis məşhurdur, amma yəni o demək deyil hamı Redis istifadə eləyir. Redis populyardır. Bizdə belə bir trend var, belə ümumi desək. Yəni hansısa bir şirkətdə hansısa bir texnologiya istifadə edirsə, developerlar işdə başqa onlar Redis istifadə edir, biz də istifadə eləyək. Bu proof of concept-dir. Amma belə deyil. Biraz horizonu açıb daha belə sualın var idi Turğay? Hə, belə baxsaz qıraqlara görəsiz ki, başqa şirkətlər məsələn Memcache istifadə edən var, Hazelcast istifadə edən çoxdur. Hazelcastın çox maraqlı mənim xoşladığım patternları var. Hansı ki Redisdə o yoxdur. Okay, Redis. Bunu biz prosto sualına cavab olaraq bir komponent kimi gətirib qoyuruq database-dən serverin arasında. Birinci gedib yoxlayırıq Redis-i. Görürük ki, data var. Düzdür, burada da başqa patternlar var. Cache patternlarda. Cache through var, cache miss var və s. Bunların dərinə getmək istəmirəm. Amma ən sadə dildən izah eləsək, hansısa bir sorğu gəlib. Deyək ki, customer-ın image. Gəlirəm, yoxlayıram Redis-i, cache-i. Şəkil var, hə, qaytar. Yoxdur, get database-dən götür, cache-ə yaz, təzədən qaytar. Və növbəti dəfə artıq o data cache-də olacaq. Okay, bu gördünüz də, burada artıq bir dənə şey demək yadımdan çıxdı, amma burada artıq bunları modullara böləndən sonra database-ləri də per service modullara bölməlisiniz. Məsələn, payment-ın başqa DB-si olsa, deyək ki, notification-ın başqa DB-si olsa, məsələn, notification üçün natural olaraq MongoDB istifadə etmək bəlkə daha yaxşıdır, amma payment üçün daha yaxşıdır ki, hansı ki ACID, relational database. Bu bizim elə məlumatımız var ki, həm paymentda da lazımdır, həm loanda lazımdır. Onda bu məlumatı həm ikisində də saxlayır, yoxsa necə? məsələn, istifadəçilərin məlumatları böyle bizə nə bilim, məsələn, ödəniş hesablayanda da lazımdır, ya da execution hesablayanda da. Yes. Hansı ki, bu ikisi bir-birinə ayrılır. İstifadəçiləri də hər ikisinə eyni gəlir, yoxsa o ayrı bir yerdə olacaq?
Yəni microservisin uşaqlar elə əsas belə deyək də məğzi odur ki, data duplication-ın qarşısını almaqda. Ya məsələn, bir data bir domenə məxsus ola bilər, amma başqa domenin o dataya ehtiyacı ola bilər. Məsəl üçün, payment datasına deyək ki, fraud timinin ehtiyacı var. Təbii ki, bu deməyəcək ki, biz həm paymentın bazasına yazaq, həm də fraudun bazasına yazaq. Prosta fraud timə necəsə öz datamıza access verəcəyik. Bu ola bilər ki, hansısa bir API vasitəsilə. API verir ki, bu API çağır, user ID-ni məsəl üçün göndər, datanı fetch elə. Kimə lazımdırsa onda olur. Bəli, owner kimdirsə onda olur və o datanın belə deyək də privilege, datanın access-ini o təmin edir. Kimə istəyir read access verə bilərsən, istəsən heç access verməyə bilərsən. Bu daha çox belə olur. Düzdür, bəzi yanaşmalar da var ki, data duplication latency-nin azalmağına gətirib çıxarda bilər. Hə, yəni network call-dansa data sənin özündə olsa bəlkə daha yaxşı olar, amma yes, best practice-də əslində belə olur. Okay, Redis-dən də danışdıq. Burada son olaraq demək istədiyim bu payment-ı burada da database-ləri artıq ayırmalıyıq. Hər servisin öz database olsa daha yaxşı ola bilər. İndi bir dənə əslində sual belə deyək də bir məsələyə toxunmaq istəyirəm ki, gördünüz bu microservis daha kompleks bir arxitekturaya gətirdi, çıxartdı. Ona görə talkun başında dedim ki, həmişə microservisə getmək əslində yaxşı deyil. Yəni sizin kiçik bir layihəniz, kiçik bir startapınız varsa, sizə ehtiyac yoxdur bu qədər belə deyək də servisləri ayırasınız. Cache onsuz da microservis olmaq üçün cache lazım deyil. Yəni microservis başqa anlayışdır. Yəni həmişə microservisə getmək lazımdırmı? Yox. Amma ha vaxt lazımdır, gördünüz artıq timiniz böyüyür, responsibility'lər böyüyür, domenlər çoxalır, cross-functional timlər olur, artıq eyni proyekt üstündə işləmək sizə çətinləşir. Hamının başqa-başqa requirementları olur. Kimsənin başqa proqramlaşdırma dili istifadə etmək istəyir, o demoya uyğun. Məsələn, blockchain yazırsınız, siz artıq Go istifadə etməlisiniz. Niyə? Çünki Go-nun native library-ləri var, hansı ki blockchain-ə qoşulur və s. Yəni siz artıq orada gəlib deyəməlisiniz ki, mən Java istifadə edəcəm və ya başqa proqramlaşdırma dili. Ona görə də microservisin üstünlükləri də var, dezavantajları da var. İndi bunları danışandan sonra bunlar haqqında da danışdıq qısaca. Caching layer, yes, load balancer. Burada da yəni load balancer trafiki distribute eləyir danışdığımız kimi. Circuit breaker and retries for fault tolerance. Bir də microservisdə buyurduq. Cache-in müddəti. Hə, maraqlı sualdır. Uşaq cache prosto bir dənə audiensa da sualı çatdırım. Cache-də saxladığımız data RAM-dadır da. Yəni bu həmişəlik bir data deyil. Yəni bu dataya bir müddət vermək lazımdır. Bu datanın müddəti indi çətindir bunun əslində cavabını birbaşa demək ki, bu data 1 dəqiqə qalmalıdır, 1 saat qalmalıdır. Amma yəni belə ümumi cavab versək, datanın çox az, məsələn, deyirik ki, 1 dəqiqədən sonra data cache-dən silinsin. Bunun dezavantajı nədir? Biz yenə də database-i daha çox load yaradacağıq. Amma çox data onda deyək ki, okey, günlərdən qalsın. Onda da sizdə stale data yarana bilər. Yəni düzgün olmayan data yarana bilər. Əgər siz cache-inizdən database arasında belə deyək də bir sync replication qurmamısınızsa, yəni synchronization qurmamısınız. Mən suala cavab olaraq əslində deyə bilərəm ki, bilmirəm Turxanın qaniləri yox, domenindən asılıdır və hər domenə uyğun bu fərqli ola bilər məncə. Amma sən də öz cavabını istəyirsən. Yes. Bəli. Yes. Necə? Yes. Yox, siz orada ancaq neçə dənə cache server olmağının qərarını verə bilərsiniz ki, məsələn, mən 5 dənə cache server istifadə edim ya da 20 dənə başa düşdü. Müddəti, amma müddətini siz necə, məsələn, sən görürsən ki, nəyi cache-ləyirsən, məsələn, kart məlumatını və bir analiz edirsən, görürsən ki, adamın kart məlumatı, yəni cache-ə o expire time-ı qoyanda, yəni belə prosto qoyuram deyə qoymaq lazım deyil də. Baxırsan ki, bir adamın kart məlumatları endpoint-i var, onun update endpoint-i var. Bir dənə ora log yazıb baxırsan ki, məsələn, user ID, bir user ID-yə nə qədər tez-tez update-lər gəlir o endpoint-ə. Görürsən ki, bu məsələn bir saat aralıqdan gəlir. Deməli, sənin cache-in müddəti elə
aşağı-yuxarı o qədər olsa daha yaxşı olar, başa düşdün? Amma yenə sən heç vaxt cache belə deyək, mən deyərdim ki, cache-lə database arasında necəsə bir belə deyək, asıllıq yaratmalısan ki, yəni database-də dəyişəndə cache-lə biləsən. Əgər sənin database-nə qıraqdan bir insert varsa, burada cache istifadə etmək biraz təhlükəli ola bilər. Çünki sən qıraqdan insert-ü necəsə cache-nə də reflekt eləməlisən. Bunun üçün də toollar var, əslində dedim CDC falan istifadə edə bilərsən, amma bu əlavə bir komplekslik ata bilər. Sual var idi kimdəsə. Turqay səndə idi. Məndə bir qalım var. Mən deyəcəyim ki, şey edə bilərim. Ümumi olaraq daxiliyə baxaraq deyə bilərik ki, məsələn, yazıcıların 80% bu qədər müddətdə Yes. istifadəçilərindən yox, amma gəldiyi bu qədərdir. İndi orada məsələn qazancının 20%, qazancın 80-i ötən istifadəçilərin 20-sindən yəni 10 qədər almaq lazımdır. Yəni bizə ən çox qazanan cəhətlərindən biri işlədir. Yəni bunlar balanslaşdırır arasında ortalama bir şey çıxartmaq olar deyə düşünürəm. Sən dediyin məsələ biraz fərqlidir, amma yəni bayaq danışdığımız kimi bu expire time-ı belə deyək də necə qoymaq olar. İndi əsas bir dənə də burada bir məsələni əslində istəyirəm maksimum çox kontekst verəm. Özünüz də gedib deep dive araşdırarsınız. Burada görürsünüz də biz database-də master və readləri ayırdıq. Amma ola bilər ki, deyək ki, bizim bir payment database-imiz var. İçində milyardlarla transaction var və yığılır da transaction. Adam da istəyir transaction'ın öz cari gündə elədiyi transaction məlumatları. Yəni gəlirəm bir banka məsəl üçün, istəyirəm ki, bu gün nə transaction eləmişəmsə gəlsin. Deyək ki, table-da da milyard dənə rekord var. Siz bu table-a nə qədər indeksdə qoysaz, nə qədər də scale eləsəz, artıq indeks strukturun özü də çox böyükdür. Yəni milyard dənə rekord varsa, ən az orada milyon dənə indeks strukturu heyit nəsə bir böyük bir şey yaranacaq. Artıq burada başqa məsələlər yaranır. Yəni biz daxili database-i necə bölə bilərik? Yəni daxili datanı necə split eləyə bilərik? Burada partitioning anlayışları var. Yəqin artıq çoxunuz rastlaşmamısınız, amma inşallah biraz daha belə deyək də advance olduqca rastlaşacaqsınız. Partitioning nədir? Siz datanı hər hansısa bir parametrə görə, burada bir 3 dənə yolu var, mən birini danışacağam. Bölürsüz partitionlara. Deyək ki, transaction-ı nəyə görə bölsək sizcə yaxşı olar? Məncə günə görə bölsək daha relevant olar da. Yəni date-ə görə deyək ki, bölürük. Yəni bu gün olan transaction-ları başqa table, elə bir table-nız var. Table-ın içində 3 dənə sub-table yaratmısınız. Bu gün olan transaction-lar bu bir table-dadır. Dünənin olan bir, ondan qabaq gün olan bir. Hər günə uyğun sub-table-lar yaradırsınız. Artıq sizə date-ə uyğun sorğu gələndə database-in özü başa düşəcəksiniz, sizi hansı belə deyək də sub-table-a yönləndirməlidir. Belə deyək, hər gün bir 1000 dənə transaction varsa hər saatda və ya hər gündə deyək ki, bir 50.000 dənə transaction var, amma ümumi milyard dənədirsə, siz 50.000 içində axtarış eləyəsiniz də, milyardın içində axtarış eləməyəsiniz. Nəsə sual var? Hə. Buna görə partitioning anlayışı yaxşıdır. Partitioning başqa dillərdə ola bilər, başqa cür ola bilər, amma yəni ümumi anlayış budur da, siz table-ı sub-table-lara bölürsünüz. Və sharding anlayışı da var. Artıq onu danışıb biraz beyninizi yormaq istəmirəm. Shardingdə prosta qısaca deyim harda lazım olur. Siz partitioning belə eləsəz, eyni database serverin içindədir da. Yəni bu eyni database'in belə deyək də eyni bir resursun içində serve eləyirsiniz. Artıq sizə bu da bəs eləmir. Siz istəyirsiniz ki, multi-master olsun, yəni write-larınız müxtəlif yerə getsin. Artıq siz şartlara bölürsünüz. Yəni database-i deyək ki, user ID-si 1-dən 100-ə qədər olanları başqa bir serverdə saxlayırsınız. 100-dən 200-ə qədər olanları başqa bir database serverdə saxlayırsınız. User ID-yə görə şartlara bölürsünüz. Amma burada bir dənə nəyə fikir verin? Məsələn də deyək ki, Lionel Messi 1, Cristiano Ronaldo 2-si, onun ikisini də eyni şartda saxlamayın da. Yəni burada celebrity problem deyilən bir problemə gəlir. Yəni siz məşhur adamları eyni şartda saxlasınız, əslində shardingdə sizə kömək eləməyəcək. Yəni elə bir incə məqamlara da fikir vermək lazımdır. Ya da görürsünüz ki, hansısa müştərilər həqiqətən çox-çox korporativ müştəridir. Gündəlik çoxlu bunun transaksiyaları gedir də. Yəni sizin biznes müştərisidir. Biznes müştərilərin hamısını bir şartda saxlamaq bəlkə də sizə yaxşı olmaz. Çünki onsuz da orada çox sorğu gəlir. Yəni böləndə təkcə user ID 1-dən 100-ə qədər
prosto bölüm deyə bölməyin də. Yəni onu fikirləşin ki, nə harda olsa əslində daha yaxşı olar. Belə shardingdən də bu qədər. Son olaraq danışmaq istəyirəm məncə əsas məsələ observability. Yəni bunların hamısı uşaqlar bu boyda danışdıq falan. Observability olması əslində bir heçdir də. Yəni şirkətlərin məncə əsas təməli onun yaxşı observability olmağına dayanır. Observability nədir? Sizin nəsə bir probleminiz olanda ona nə qədər tez, nə qədər rahatlıqla tapa bilirsiniz, nə qədər tez react verə bilirsiniz, problemi nə qədər tez identify edə bilirsiniz. Məsəl üçün deyirlər ki, riski bir bankda nəsə problem oldu. Biz hara baxmalıyıq birinci? Biz nə etməliyik? Hansı tool keçid eləməliyik? Yəni problem oldu nə deməkdir? Bu çox abstrakt anlayışdır. Əslində problem baş verdi. Yəni əgər belə deyək də bir experience developer-sınızsa, siz o söz sizə biraz şey gələcək də, düzgün gəlməyəcək. Problem baş verdi. Yox, ya mən də görüm nədir problem? Kartlarımı gəlmir, produktlarımı gəlmir, nə bilim ödənişlərimi keçmir. Spesifik suallar soruşasınız. Məsələn, kartlar gəlmir. Ha, okey, kart servisim MS Product adlı bir kart servisim var. Okey, girirəm Grafanaya ya da girirəm Elastic'ə, loqlara baxıram ya da girirəm hansısa bir container orchestration UI tooluna, orada konkret serverin loquna girib baxıram və s. Yəni observability çox önəmlidir. Onun üçün maksimum sisteminizi observable yazmalısınız. Alertlər maksimum alertlər verməlisiniz. Məsələn, CPU-nun usage 80%-dən yuxarıdırsa bir alert göndər. Yəqin burada nəsə baş verib. Ola bilər sizin RAM-ınız 80% keçib, nəsə cache expire eləmirsiniz, RAM usage arta gedir. Yəni belə məsələlərə görə nə qədər sistem observable olsa o qədər yaxşıdır. Burada da fərqli toollar var. Məsələn, ELK-nı yazmışam, Elastic Logstash Kibana, yəqin işləyənlər bilir. Yəni prosto bir belə deyək də Elastic database-dir, NoSQL database-dir. Logstash deyəcəm. Kibana da visualization tool-dur. Logstash vasitəsilə datalar application-dan Elastic-ə gedir. Kibana da Elastic-in üzərində bir UI tool-dur, hansı ki datanı visualize edir. Çəkə bilərsiniz. Nəsə başa düşmək olursa. Okey. Son olaraq sonlandırmadan qabaq nə demək istəyirdim? Lessons learned. Biz bu gün öyrəndik ki, yaxşı olar ki, biz domain boundary'lərimizi, yəni hər domainin öz sərhəddini qabaqcadan bəlirləyək. Yəni bizim domain harda bitir, başqa domain harda başlayır, onlar bizim işə hansı səviyyədə qarışa bilərlər, hansı datanı hansı access level-dan verməliyik və s. Amma o başda dediyim kimi don't over engineer early. Yəni balaca bir proyektiniz varsa, deməyin ki, başlayaq, microservice, tez 5 dənə ayırdım onu, partitioning elədim, database-ində 1000 dənə row var, partitioning edirsən. Yəni bu düzgün deyil də. Sırf hansısa bir texnologiyanı istifadə eləyim deyə istifadə eləməyin. Yəni həqiqətən ona zərurət yaradanda, görürsünüz ki, onu eləməsəz, başqa yol yoxdur, alınmır, onu da istifadə eləməyiniz tövsiyə olunur. Yəni əminəm ki, çoxumuz mən 1-2 dəfə partitioning indiyə qədər yəni karyeramda istifadə eləmişəm. Amma nice to have-dir. Yəni bilməyiniz yaxşıdır. Yəni bilin, çünki intervyularda, müxtəlif müsahibələrdə, yəni sizin istifadə elədikləriniz yox, bildikləriniz önəmlidir. İstifadə elədikləriniz təbii ki, önəmlidir, amma təkcə istifadə elədiklərinizdən soruşmurlar da. Ümumi sizin knowledge-iniz nədir, ondan soruşurlar. Ona görə bunları nə qədər belə çox komponentlər, texnoloji, nələr necə əlaqəlidirsə, onu bilmək yaxşıdır. Səhv eləmirəmsə, Nginx-mi, yoxsa hansısa bir şirkətin CEO-su demişdi ki, you don't need to know everything, but you need to understand how system works. Yəni hər şeyi deep dive bilməli deyilsən, amma hər şeyin necə işlədiyini at least başa düşməlisən ki, yəni hər şey komponentlər bir-birindən necə interakt olunur. Yəni sizə sabah gəlib desələr ki, okay, database down-dur, bu termini başa düşməlisiniz. Down nədir, up nədir, scale nədir, replication nədir və s. Qısaca uşaqlar, əslində danışmaq istədiyim bu qədər idi. Bilmirəm, aydın oldu ya yox, ya da faydalı oldu ya yox. Ümid edirəm, faydalı olar, aydın olar. Buyur. Bu əslində belə deyək də, ümumi belə Azərbaycan adından danışa bilmərəm, çünki hər yerdə işləməmişəm ən azından. Amma işlədiyim yerlərdə görmüşəm ki, şirkətin əslində
yaxşı bir arxitekturada olması elə onun rəhbər vəzifədə çalışan adamlarından əslində çox asılıdır. Yəni developerlar, təzə gələn developerların əsas mayında o olur ki, bu texnologiyanı bilirəm, bunu eləyim, bunu eləyim. Hamı həvəsli olur, nəsə bildiyi şeyləri göstərim. Amma burada bir boundary yanar ki, yəni rəhbərlik buna hazırdırmı ya yox, ya da şirkət buna hazırdırmı ya yox. Yəni təzə bir framework öyrənmisiniz, məsəl üçün Micronaut, nə bilim Java-nın belə deyək də GraalVM öyrənmisiniz, istəyirsiniz apply eləyəsiniz. Amma yəni bunu sizin team lead, indi sizin birbaşa çıxacağınız rəhbər hələ ki team lead olacaq da. Yəni o team leadin mindından asılı ki, yəni həqiqətən o bu dəyişikliyə getmək istəyir. Ona da haqq verirəm. Getmək istəməyə bilər. Niyə? Fikirləşir ki, hər şey düz işləyir. Okay, bu developerın da həvəsi var, amma onun həvəsinə görə mən nə qədər dala düşmək istəmirəm də. Nəsə eləyəcək, bəlkə nəsə düz olmayacaq, vaxtımızı alacaq, komandanın resursunu alacaq. Yəni bu əslində şirkətdən şirkətə dəyişir. Yəni rahat deyil demək ki, belədir ya da elədir. Amma indi mən deyərdim ki, artıq data sayı artır deyə, müştəri loadu artır deyə artıq istər-istəməz biz innovationlara force olunuruq. Yəni istər-istəməz artıq daha deep dive problemləri araşdırırıq, necə həll eləmək olar. Yəni əvvəlki kimi deyil də, oturum bir dənə adi Java application yazım, bir dənə server olsun, işləyəcək yox. Artıq hər şeydən rastlaşırıq. Hər çətinlik yəni indi mənlə işləyənlər bilər. Çox şeydən rastlaşırıq. Yes. Buyur Tur. Elə baxanda mən üzərindən bir şeyi görməkdən daha yaxşı bir idarə metodu yox. Balaca hissələr bölməkdən daha yaxşıdır. Bundan bu ikisindən başqa bir şey var. Yəni məsələn sadəcə monolit yazmaq, ya bütün funksiyonlar bir şey yazmaq və ya tamamilə bölmə məntiqi ilə getmək. Tamam başqa biri varmı, istifadə edən varmı? SO var, service oriented arxitektura var. Bu microservisdən monolit arasında həmişə mən bir şey kimi görürəm. Nə microservisdir, nə monolitdir. Biraz yəni microservis əslində yenə deyirəm, şirkətə görə dəyişir. Elə şirkət var, microservisi bir dənə repositorisi, bir dənə servisi olan, bir dənə table-a refer edən bir servis kimi başa düşür. Elə şirkət var, microservisini açırsan ki, 1000 dənə klass var. Amma mən o tip servisi mən daha çox service oriented görürəm. Service oriented nədir? Yəni nə monolitdir, bütün hər şey yoxdur, amma nə də mikroservisdir, çox balaca hissələrə bölünməyib. Yəni məsələn MS payment, MS deyək ki, kart var. Kart tribe var. Kart tribe-ının bütün logikləri həmin MS kartın içində deyək ki, belə yığılıb. Artıq o domainə görə çox bölməyiblər. Nə bilim, kart, payment, kart details, template, QR ödənişlər. Bunları bölməyiblər. Ümumi bir domain kimi başa düşüb, hamısını bir servisdə yazıblar. Yəni buna service oriented deyərdim daha çox. SO. Nə qədər ehtiyacı varsa o qədər yazılır. Yes. Yes. Əslində belə tərif məncə daha yaxşıdır. Ancaq small proyektdə istifadə olunur. Yox, monolit ancaq small proyektdə istifadə olunmur. Deyərdim ki, monolit ən çox ha vaxt istifadə olunur. Sənin cross functional timin yoxdursa, yəni belə deyək də, sən müxtəlif timlərdən işləmirsənsə, məsələn, onun dəyişikliyi, onun deployu səni nəsə bloklamırsa, demirsən ki, sən MR yarat, merge sonra mən yaradacağam və s. Burada ola bilər ki, monolit istifadə edə bilərsiniz yəni. Hamı bir timdə işləyir. O da harddır da demək. Hamı bir timdə də olub monolit bəs eləməyə bilər. Çünki deyək ki, loadun çoxdur, istəyirsən ki, fərqli növ scale eləyəsən, yəni bütün komponenti scale eləməyəsən, amma spesifik bir hissələri scale eləyəsən. Orada ola bilər ki, monolit. Sənin domenindən də asılıdır. Yəni gördüyün proyekt həqiqətən çox belə böyük, kapsamlı proyektsə, orada istər-istəməz microservisə gedə bilərsən. Ən adi nümunə authorization var. Hər yerdə biri var tokeni bir parse eləyəsən, biri var nə bir dənə gateway ücə yaradasan, bir dənə adi bir auth server yaradasan token parse üçün. Yəni o biraz hard to say-dir də. Yəni proyektə baxmadan demək olmaz ki, bu monolitdir, microservisdir. Amma burada əsas demək istədiyim odur ki, baxmadan siz də deməyin də microservis yaxşıdır yoxsa monolit. Birinci bir think about it, think twice, then decide what is the best for it. Yes. It's a matter of what. Yes. Software engineeringdə ən belə çox gördüyümüz termin nədir? It depends on. It depends on. Nəsə sual? Bu arxitektural problemlər kitabında Yes. Bunları ələ alan ədəbiyyat referansı, faydalandığımız referans
bölüşdünüz, paylaşdınız? Bu belə deyək, bu məndə bu illərin şeyidir, yığılıb başqa-başqa kitablardan, başqa-başqa iş yerlərindən. Təbii ki, çətindir deməyə ki, bir dənə kitab var, get oradan oxu, belə yəni. Amma öz oxuduğum kitablar, ən xoşladığım kitablardan biri məsələn Martin Kleppman var, Oxfordun müəllimidir. Özüm master tezisdə yazanda onun çox məqalələrini oxuyurdum. Martin Kleppmanın Designing Data Intensive Application kitabı var. Bu ola bilər ki, biraz hard kitab olsun, if you are beginner level. Amma try, yəni at least give a try, gör necədir. Sonra var System Design, Clean Architecture oxuya bilərsən. Sonra Uncle Bob'un fərqli kitabları var. Bunlara gəlmədən gərək sən belə deyək də, yaxşı olar ki, simple programming knowledge-in basic, yəni foundation-ın yaxşı olar, yəni baza, yəni object oriented proqramı həqiqətən yaxşı başa düşəsən və s. Bunlar biraz belə deyək də, advanced topiklərdir. Yəni biz bunları gözləyirik mid və plus level engineer-dən ki, intervyuda bizə yəni mənim burada çəkdiyim performansı ən azı bu qədər məsələn göstərsin. Yəni demirəm bu performansı göstərsin, amma mən yəni buradakı hardan sual versəm artıq o başa düşməlidir, deməməlidir ki, bu komponent nədir, sharding nədir, partitioning nədir, nə bilim multi-master nədir və s. ELK nədir. Yəni əslində mən bu gün burada danışdığım bir deyək ki, middle və ya pre-senior bir engineerin bəlkə sistem dizayn intervyusu bu üzəri gedə bilər. Yəni mən birinci monoliti verərdim və deyərdim ki, axırda bu ssenarionu mənə çək və hamısının pros və consunu və step by step niyə bu var? Və gördünüz, mən əslində burada çatdırmaq istədiyim oldu ki, hər stepdə birinci yaxşı olmayan variantı çəkirdim və onun consunu deyirdim, yəni problemi nədir. Sonra yaxşı olan variantı göstərirdim. Yaxşı olar ki, siz də intervyularda o performansla birbaşa cavabı verməyin. Onun soruşduğu şeyin niyə əslində işləmədiyini izah edin, sonra cavaba gedin. Yəni birbaşa cavaba getmək biraz sizin əzbərçi olduğunuzu göstərə bilər əslində. Yəni sistemi tam dərindən başa düşməmisiniz, prosta bilirsiniz ki, bunun cavabı budur. Yəni o da tam düz deyil. Başqa sual? Siz nə sualınız var, Ləman? Varsa soruşa bilərsiniz. Buyurun. Database araşdırması istəyir. Portalda sizin öz təcrübənizdə masterın tamam olan şey üçün risk olaraq məsələn alternativ confidential olmamış Bizdə Oracle istifadə edirik. Oracle-da Raqvanode istifadə edirik. Raqvanode nədir? Yəni Oracle-ın verdiyi bir cluster solution-dur. RAC-ın açılışı Real Application Cluster deməkdir. Yəni elə bil database nodlardır, birdən çox nodlardır, passiv vəziyyətdə gözləyirlər. Əgər aktivdə nəsə problem olsa, avtomatik switch over olur. Yəni bizdə olub o qədər ki, aktivdə nəsə bir problem olub. Yəni bu təbii ki, zəlzələ olmağa da ehtiyac deyil də. Artıq passiv nodlar aktiv kimi qalxıb. Yəni yes, Oracle-da var, Postgres-də Patroni var. Patroni'nin özü də bir bunun üçün solution-dur və Mongo-da da var və s. Çox sağ olun, qoşulduğunuz üçün təşəkkürlər.